Çox uzun müddətki Qurbonlu millətimə gəlmirdi. Hardasa neçə gün olur ara? Neçə gün olur yorumlar qismində yazmağı unut. Bu gün yenə Azərbaycandakı giz videolara baxacağıq. Bəli, artıq yaxşı video deməyə buraxmışam. Yəni çünki yaxşı video çox az bir şəkildə qabağımıza çıxır. Nəysə bu gün gələk başımıza nə tipdə videolar çıxacaq, nə tərz şeylər çıxacaq. Getdik. Mən aşiqdə ölüb ya. Buna bax bir dənə. Day nə var? Həqiqətən bu qabağına qoyduğunun kalden istikası olduğun antiseplərə mənə sübut eləyə bilmərəm. Bir video seçməyə insanlar nə vardır ya? Həqiqətən mən maraqlı. Alazivil atıb qayıdıram da. Kim deyir mən görəm. Həqiqə. Bu arada o söhbət məndə də yaşanır bu arada. Məsələn, hansısa zibil atmağa gedirəm, ya da ki 2 addım yolda məsələn kim görəcək ki mənə deyib deşik olan köynəklə getdiyim olmuşdu. Bir dəfə də uşaq gəlib şəkil çəkdirmişdi mənə. Yaxşı ki köynəyin burası düşməmişdi, deşik buradaydı. O görsənməmişdi. Özü gəlib TikTok-a qoymuşdu uşaq. Niyə də Allah? Ay, ayıb deyir, ala bu nəyin başlı geyinmisən? Yekə kişisən. O kablukla o kurtqanı geyinərlər heç. Haydi. Abi bu yeri iş belə o qədər düzdür ki, özdə bu tip ayaqqabılar bilirsiniz ya, elə ayağını qaldırıb şey. Ayağını qaldırsan ayağından çıxır, çox yaşamışam həqiqətən də. Çox zor videodur, çox qəşəng video xoşuma gəlir. Vali müəllim salam. Nə deyir? Niyə Azərbaycanda mahnı çıxmadı, qabil çıxdı, mən başa düşmədim. Biz yazıb ki, bizimki qapının təpişindən açanlardır. Ağzım başam. Qahmın adımladın samın mətəni. Nə şanlı var sən? Sənə söydəmən nədən dünmə hazır. Bəli. Qahmın adımladın samın mətəni. Qapının ağzında şaşanlı məsəl. Həqiqətən elə deyir bu arada. Düşün uşaqlar. Ən azından uşaq şeir öyrənə bilirlər. Bu da böyük bir şeydir. Vallahi deyirəm. Yəni bəzi uşaqlar bu yaşına gələnə qədər bəlkə də heç danışa bilmir. Göyçü uşaq yerinir bax. Uşaq yoxdur Uşaq içində. qucağındadır, xəbəri yoxdur. Arifət uşaq yatdı. Elə at olar ha. Hə, yatır. Burası mənə maraqlı olan bir şey ordadır ki, qrafinkalar insan necə bu qədər maraqla baxa bilər Allah. Eləyirəm. Hə, üstün qalın ört yatsın. Əlim burada hiss eləmir ki, orada uşaq yoxdur. Aha. Görürsüz? Su indi əlin düşdü. Su indi hala indi düşdülər la. Biraz ki, ata qədər məsuliyyətli ola bilməzlər. Bəli. Qarabağ bunu görsəydi 2 dənə də qolu buraxardı. Aha, gəldi qaqaş. Aha, sana nə qalacaq? Burası mənə bir şey çatmadı ki, gitaradan niyə saz səs çıxır ki? Atam bu videonu görsə var. Anne deysə düzdür. Gülməli deyil. Sadəcə necə belə çöllüyü olmamaq söhbəti var idi. Deyirdim, mən başa düşmürəm o söhbətin nə olduğunu. İndi başa düşdüm. Direktor, oğlunuz məktəbin arxasında özünə 3 sinif böyük qız ilə görür. Qurur duyarız mesela. Yazıb qızını 3 ol. Oo. Şimdi deyirsən ki, fisioda ayrılmışıq da, hə? Ayrılmışıq da hə. Şu an ətiniz töküləcək, hazır olun. Qəbulanmır, başa dönür, uzatma. Yo, mən heç nəyi də uzadıb eləmirəm. Prosta bir dənə sən gedəndə sən gözlərimi də verəcəm. Özünlə bir yerdə gözlərimi də apararsan ki, bir ümid açansa qaydar fikri ilə yollarında gözüm qalmaz. Sən bir dənə sözlə, evim qaqaş sözüm çox tez qutaracaq. Nəfəs alana qədər az qala ölüb boğulurdum. Ölüb boğulurdum. Bir yaz ki, söyleşi cüzdən tərk etmişəm. Bu videolardan sonra insan söyleşi çətin tərcih edir. 2018-ci ilin fevralında bir Avropa şəhərində hansı peşə sahibləri suyun səviyyəsinin aşağı düşməsi səbəbindən işə çıxmamışlar? Bu yəqin Venetsiya şəhərində orada qandola sürənlər, yəni qandolaçılar. Onlara gondoliyer deyirlər. Mən gülmədim. Yumor videosudur indi güya. Nə olub ki indi? Qaqaş nə səhvdir ki, mən başa düşməmişəm. Allah bilən varsa yazsın yorumda. Səhv görüşləri belə görüşməlilər. Başa bir dənə şaq deyə bilən səs çıxmalıydı. Allahım nasip et. Biliyorsunuz ki, belə düşdüklər daha çox xoşbəxt olur həmişə. Təbii ki də abi, təbii ki də. Yəni bir yerdə ki, əgər yəni iki insan arasında ki, rəsmiyyət var, orada xoşbəxt olacağını heç sanmıram. Müdirlə işçi gəldi ağlıma. Yəni bəlkə də zaten olar da zaten. Teknologiya. Deyirəm ki, sığ insana nə qədər yaradıcı olmağı öyrədir. Həqiqətən mükəmməldir də. Qadınlar istisnai vəziyyətdə oturanda. Kişilər otur. Da bu qədər də yoxdur qardaşım. Ayaq o qədər böyükdür ki, yığa bilmirmiş də yan-yana ağarım. Üstə ki, yanımda mən şəxsən insana oturanda ayağımı beləncik açıb oturmuram da. Yəni iki əgər yanım boşdursa, belə oturduğum olur. Çox da belə yoxdur. Yəni buna oxşar tərzdə. Bu yanımda adamlarla belə oturmuram. Yəni boynuma böhtən atırsan qardaşım. Güzelim nazlana nazlana yenə va heydana heydana
Ceyrana bax, ceyrana, ceyrana. Uşaqda o qədər qəşəng bir səs var ki, həqiqətən ADV-dən çağırdığım müğənni belə bu qədər yaxşı oxuya bilmirdi. Həqiqətən deyirəm. Yəni tanış olduğum qıza səs atan da. Salam necəsən? Salam. Necəsən? Samqan tanış olmaqlar doğrusu normaldir. Baxdım ki, kimsə mənə takib at. What is the actually? Yəni takibə qarşılıq verdim. Yazdı ki, xanımam, Vüqar, sənin danışıqları mən dinlədim. Bunun vüqar olduğunu əminsən. Yəni mən də ailəli olub ayrılmışam. Sən bilən söz deyirəm. Bu arada o qədər qəşəng düzəldirsən ki, elə bil ki, həqiqətən də realda ordadır da. Yəni sən öz deyirəm də yəni. Ronaldo bu videonu görsəydə futbolu buraxardı. Sonra buketsiz bəy qalır. Bu arada bayağı qəşəngdir, sən öl deyirəm. Yəni 200 corabım var, 8 ayda 10 geyinirəm. Həqiqətən mənə ehtiyacım var ya bundan. Bir dənə qız olsaydı mən alardım. Bir yazıb ki, adam arasında bir dənə tursuk. Bir yaradıcı olmaqda mükəmməlsiniz, həqiqətən deyirəm. Telefon hamiyə görə deyil, çünki işlədə bilmirlər. Bundan görə xanəndə. Xanəndədən çox yas yerində yalsın deyən kişilərə oxşayır. Allah mən bağışlasın, ancaq həqiqətən də elədir də. Vallahi əlimdə bəyənmişəm qızın videosu. Şahid ol özün, mən ağlayıram balam gülü. Bu arkadaş səsi eşidirsiniz. Bayaqlar dedim ki, onlar nə qədər üst-üstə gəldi. Allah mən heç fikirləşməmişdim bunların belə üst-üstə gələcəyini. Bu arada indi tutdum temanı. Deyir ki, əlimdə qızın videosunu bəyənmişəm. Hansı sosial mediada hansısa bir qız videosu bəyənib də. O da onun halvasını bişirir. Döner kim ha? O zıpır. Belə yaradıcı uşaqları qabağa çəkmək lazım. Qardaşım, məncə 2 manat duz qoyubsan. Yanına bir dənə də ayran qoyursan, 3 manata itələyirsən. Gecə zənglərdən biri olub, deyib mağazin bizim üçün uzaqdır. Həkim gələndə zəhmət olmasa qatıq da alsın. Bu kuryer zatdır qardaşım. Bir dənə sifariş gətirəndə maşında bir dənə kiltri kola alarsan da qardaşım. Çünki Azərbaycanlı nətər olacaq. Prosto qız görəsən hara aldı, orası maraqlıdır. Ləhcəsi görəsən nətər olacaq. Aha, gəlir. Azərbaycanda belə bir cümlə və ya söz birləşməsi oldu sanmıram. Böyük ehtimal mahnını dümdüz tərcümə eləyib, ona görə qəribə belə bir şeydir. Ən azından Azərbaycan bayrağı var qardaşım. Yaşasın Azərbaycan, yaşasın xalqın. Pul qoxulu maxı, sistem qoxulu tip batısına aşiq olmaq. Sənə aşiq rəisim, sən mənə Oy zübür. Oy zübür. Yandı yala. Parasetamol qoxulu tip batısına aşiq olan maxı. Prosto mənim başım çıxmış, hər dəfəsində maxələr niyə gedib hökumət tip batısına aşiq olurlar? Başqa işləyən yerdə qız yoxdur. Söyləndən sonra gələn yuxunun ləzzəti. Yəqin döyləndə adam yorulur da, başa düşsən, ona görə yuxu çəkmək ləzzət verir. Bu arada real dəqiqdən mən də yaşamışam. Yaşamayan yoxdur məndə. Ayıb olar deyə nömrəsini silmədiyim sinif yoldaşım status qoymuşdu. Üzümə gələ bilmirəm. Sənə gəlsəm olar. Oy! Evdə deyil ki, qardaşım gələnmərsən. Acıdab. Acıdab. AI. Yaşamayan yoxdur. Yaşandı, onaylandı, denəndə, spreyləndi, vurdu. Ne yazıb? İnşanı oxudum. Yuxarıda oktyabrı var, onun sonundakı sözü oxuyamam. Əgər mən millət vəkili seçilsəydim, ardın biz tamamlayırıq. Biz tamamlıq deyəndə, yəni uşaq tamamlananda. Mən millət vəkili olmaq istəmirəm. 2-2. Kifayət qədər açıq və net bir şəkildə uşaq fikrini bildirir. Dala niyə uşağa 2 veribsən ala? Bu arada bu 2-2 nə demək? %100 deməkdir. Belə çıxış uşaq 100 alıb, yəni tam puan alıb da yəni. Bəli, 189 manat 90 qəpik. Qalanı kartın olacaq? Yox, qalanı haram olsun. Necə yəni? Yəni o bir şəkildə mənim ağzımdan burnumdan çıxar. Qalanı haram olsun. Olar, sizi görün buradan çıxaran sonra maşın vursun. Sağ olun, salamat qalın. Nə qədər ödəmə üsluymuşam. Mən də gedim mağazaya hər şeyi alım, sonra hamısını haram eləyim. Cürməli deyildir. Bu da həqiqətən cürməli deyildən yəni. Ucuz olsun deyə tapdığım diyet olur. Sən bugün bu diyeti boz, senin ağzın arası iş. Oy, zübündə deyir ola. Mən bir sən hansını seçərəm? Mən C-ni seçərəm bu arada. Amma məncə çox şeydir. Baharın zadı məncə yerində deyil. Mən C-ni seçərəm. Siz hansı seçərdiniz? Uşaqlar yazın yoruma. Sındı qol qanadan yanıma düşdü. Qardaşım fen qoluma dəydi. Fen qol. Buna gülməsən başa düşmədiyimi falan sanarsınız. Canım. Nigar. Buradayam canım. Canım. Ayaz görmüsən də məni? Nigar. Canım. Mən sən bir həftə yox, bundan sonra heç vaxt danışa bilməyəcəm. Mənasız videolarla formalaşan zövq cəmiyyəti hara aparır? Birdən çox ciddi idmanla məşğul. Azərbaycanın bayrağını böyük arenaları da ucaltdı. Faydalı video çəkib paylaşdım. Ancaq 31 dekabr yeni il gecəsi mən zarafatça tort deyib tortun dadına baxdım. Dedim bu gün olar. Özümü qəsdən dəli kimi apardım və məhz buna görə insanlar məni tanıdı. Təsəvvür edirsən.
Həyat çox maraqlıdır. Həyat həqiqətən çox qəribə deyil. Bu bizim millətimizin nə qədər boş-boş videolara az olduğunun göstəricisidir. Çünki bilirsiniz niyə? Məsələn, YouTube-da elmi maarifləndirici kanalların 1 milyon 500 min, 200 min, 300 min abunəsi olduğunu görmərsiniz Azərbaycanda. Amma başqa ölkələrdə var. Məsələn, Türkiyədə var. Evrim Ağacı var. Məsələn, 3 milyon nə qədər abunəsi var, dəqiq bilmirəm, amma milyondan çoxdur da. Azərbaycanda yoxdur. Azərbaycanda Arif qərib idi, səhv eləmirəmsə, maarifləndirici videolar çəkir, qəşəng videolar. Adamın videoları izlənmir abi. Adamın videoları heç kəsin vecinə deyil. Baxmırlar videolarına. Sadəcə shortsları normaldan daha yaxşı izlənir, amma uzun videoları izlənmir. Heç kəsin çünki marağı yoxdur elmə, heç kəsin marağı yoxdur belə necə maarifləndirici şeylər. Adam insanlara gizli şeylər lazımdır. Həqiqətən deyirəm. Buna görə də bu ölkədə düşüşlük eləyənlər qabağa gəlir. Mən inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox istəyirsə bu videoya like atmağı unutmayın və video haqqında düşüncələrinizi yorumlar qisminə yazmağı unutmayın. Nəzərə görüşmək üzrə. Avtomat kimi yapıyor sen öyle.